Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Borçalının ağır ellərindən olan Faxralı elinin şair oğlu Cəlal Faxralı yaradıcılığından 3 bəhtli bir şeir paylaşıram. Cəlal bəy yazır ki, kişilik, cəsarət pulla alınmır. Qanında olmasa nəyə gərəkdir? El oba içində yoxsa hörməti haramdır, ölməsən nəyə gərəkdir? Sevgi, məhəbbətin mənası olmaz. Özü sevməyənin sevdası olmaz. Könülsüz olarsa faydası olmaz. Ürəkdən yanmasa nəyə gərəkdir? Cəlal, insanlar hərə bir dondadır. Xoşbəxtlik var, dövlət sağlam candadır. Bu dünyanın gözəlliyi ondadır. Boşalıb dolmasa nəyə gərəkdir? Boşalıb dolmasa nəyə gərəkdir? Sağ olun dostlar.